Bu yaxınlarda Elmlər Akademiyasının tədbirində, iclasında siz mürgüləyən və yaxud da ki, yoxlayan alimlərimizin, elm adamlarımızın fotolarını yəqin ki, hər biriniz görmüsünüz və bu gün mən Azərbaycandakı elmin durumu, Azərbaycanda AMİAnın fəaliyyəti haqqında və Azərbaycanda universitetdə elm nə qədərdir, onun haqqında danışacağam və marağınız varsa videonu sonadək izləyin və mən ümumiyyətlə daha çox tənqidi yöndə, müxalif yönlü videolar çəkib paylaşıram və bu kontentdə videolar izləmək istəyirsinizsə kanalıma abunə olun və bildiriş bölməsini açmağı unutmayın ki, hər həftənin 2-5-ci günü saat 20:00-da sizə mənim videolarım haqqında bildirişlər gəlsin və keçək mövzuya. Azərbaycanda elmin durumu həqiqətən çox acınacaqlı vəziyyətdədir və bunun birinci növbəsi Azərbaycanda bugün elmə sərf olunan maliyyə vəsaitidir. Ümumiyyətlə Azərbaycanda biz əvvəlcə özümüzə sual verək ki, bəli, bizim hər birimiz tənqid edirik AMİAnın fəaliyyətini, Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətini, oradakı alimlərimizin daha çox elə iclaslarda mürgüləməklə gündəmə gəlməsi və yaxud da ki, kimlərinsə çıxıb nəsə danışanda bir səhv buraxıb onun ictimailəşməsindən sonra insanlar onlara tənqidi yaranır, bununla daha çox gündəmə gəlirlər. Nəinki hər hansısa bir elmi ixtira ilə, hər hansısa bir ziyalı kimi bir mövqe ortaya qoymaqla. Yəni bizdə tamamilə bu məsələlər bir qədər fərqli istiqamətdə gedir. Amma biz öncə düşünək ki, Azərbaycanda alimlərin gəliri nə qədərdir? Azərbaycanda elm adamlarının maaşı ümumiyyətlə nə qədərdir? Və hər birimizin ətrafında və yaxud da çevrəsində ən azı bir nəfər ola bilər ki, o insan ya Elmlər Akademiyasında işləsin və ya hər hansısa bir universitetdə işləsin, elmi dərəcəsi olsun və yaxud da ki, həmin adamın belə bir tanışı olsun. Gedin həmin adamlardan bir soruşun, bir maraqlanın. Azərbaycanda universitetlərdə ümumiyyətlə elmi fəaliyyətlə məşğul olan insanların və yaxud da ki, pedaqoji fəaliyyətlə məşğul olan insanların maaşı nə qədərdir? Mən keçən dəfə danışmışdım, Azərbaycanda müəllimlərin maaşı azdır. Bəli, məktəbdəki, orta məktəbdə dərs keçən müəllimlərin maaşı azdır. Amma Azərbaycanda universitetdə dərs keçən müəllimlərin maaşı, məktəbdə dərs keçən müəllimlərin maaşına nəzərən daha aşağıdır. Məsələ təkcə burada rəqəmdə, statistikada deyil. Yəni, universitet müəllimi artıq bəlli bir elmi dərəcəsi olan və universitetdə daha yüksək elm ocağında dərsləyir. Onun statusu fərqli olmalıdır. Təbii ki, müəllim hamı üçün müəllimdir, müəllim ümumilikdə dəyərlidir. Amma bağça müəllimi ilə məktəb müəllimi arasında bir balans fərqi varsa, məktəb müəllimi ilə də universitet müəllimi arasında fərq var və universitet müəllimləri arasında da özlərinin hərəsinin elmi dərəcələri, onların qazandığı nailiyyətlərinə görə və ömürlərini həsr ediblər bu elmə sahisinə. Hərəsi öz sahəsində xüsusi bir peşəkarlıq göstəriblər, səy göstəriblər, müəyyən bir həddə gəlib çatıblar. Amma onların maaşlarına siz baxın. Bugün universitetdə mühazirə deyən müəllimlərin bəlli bir, yəni elmi dərəcəsi olan müəllimlərin maaşı 700-800 manatdır. Bir qədər daha çoxu var, daha azı var və bu dərs saatına görə bölünür. Və Elmlər Akademiyasında bugün 550 manat, 600 manat alan bir insandan biz heç vaxt elmi bir ixtira və yaxud da ki, Azərbaycan elminə müəyyən bir töhfələr gözləyə bilmərik. 600 manat alan bir insan, lap 700 manat olsun. Bugünkü Azərbaycanda real maaş rəqəmləri əslində 1500-1600 arası olmalıdır. Hələ mən bunun xüsusi diqqət və qayğıya ehtiyacı olan elm adamlarını nəzərdə tutmuram. Ümumilikdə Azərbaycanda bugün normal həyat yaşamaq üçün 1500-1600 manat maaş almalıdır insan. Gəliri olmalıdır. İndi biz buna maaş da deyə bilərik, kiminsə şəxsi biznesi də ola bilər və yaxud da xidməti müqavilə ilə də fəaliyyət göstərə bilər. Ümumilikdə gəlir Azərbaycanda 1500-1600 manat olmalıdır. Amma Azərbaycan elm adamları, alim statusu daşıyan insanlar, təsəvvür edin, 600 manat, 650 manat olsun, fərqi yoxdur, maaş alırlar və bu insanlardan biz hansı fantastik elmi bir irəliləyiş gözləyə bilərik? Təbii ki, onlar yatacaqlar iclaslarda. Təbii ki, yatacaqlar. Mən onlara haqq qazandırmıram. Mən AMİAnın fəaliyyətini təqdir etmirəm. Təbii ki, mən bugün Azərbaycanda ziyalı statusu daşıyan, elm insanı statusu daşıyan insanların fəaliyyətini hardasa tənqid də edə bilərəm yumşaq formada. Təbii ki, mənim elə bir mənəvi haqqım çatmır. İndi vətəndaş kimi haqqım ayrı, vətəndaş kimi, insan kimi bizim fikir və ifadə azadlıqlarımız var.
və bizim bəlli bir yanaşmamızdan dolayı biz hər bir kəsi tənqid edə bilərik. Amma mənim heç bir elmi dərəcəm, heç bir elmi statusum olmadığı üçün və mən hər hansısa bir alimi öz sahəsi üzrə yetərincə peşəkar olan, yetərində bilik və bacarığı olan bir şəxsləri tənqid etmək kimi niyyətim yoxdur. Bu ixtiyarı özümdə görmürəm. Ayrı məsələ ki, mən hətta bu ölkənin prezidentini belə tənqid edirəm videolarımda. Çünki mənim siyasi ambisiyalarım var, mən gənc siyasətçiyəm, özümü gələcək prezident hesab edirəm və s. və ilaxır. Bu ayrı bir mövzudur. Bəli, hər bir vətəndaş istədiyi bir şəxsi tənqid edə bilər. Amma elm adamları mən düşünürəm ki, xüsusi diqqət və qayğıya layiq insanlar olmalıdır və elədirlər də. Bəli, Azərbaycan elm sahəsi bugün kifayət qədər bərbad durumdadır. Azərbaycan universitetlərində elmi fəaliyyət demək olar ki, yox dərəcəsindədir və yaxud da ki, bəzi universitetlərdə bunun bir sıra işarətlərini biz görə bilərik. Azərbaycanda elm adamlarının nüfuzu yetərincə deyil, Azərbaycanda elm adamlarının cəmiyyətdə tanınıqlığı, cəmiyyətə faydalılıq əmsalı çox aşağıdır. Bunun da obyektiv və subyektiv səbəbləri var. Təbii ki, insanın özündən çox şey asılıdır, amma insan özü də hazırki siyasi sistemdə artıq bir sıra hərəkətlərinə, bir sıra ifadələrinə çəki düzən verməyə məcbur qalır və Azərbaycan insanı, həm də elə Azərbaycan alimləri özlərini bir gözə görünməz bir qəfəsə salıblar kimi də ifadə edə bilərəm mən bunu. Amma bugün cəmiyyətdə kütləvi formada və həm də biz diqqət etsək ki, bunu yayan, bunu paylaşan daha çox hökumət yönlü media, bunu ümumiyyətlə ictimaiyyətə buraxan və bunun ictimaiyyətə buraxılması həmin o qurumun, AMEA adlı bir qurumun və oradakı alimlərin açıq-aşkar tənqid hədəfinə çevrilməsinə hədəflənmiş bir addımdır. Və o alimləri, orada mürgüləyən alimləri açıq-aşkar cəmiyyətin qarşısına özü üstdən bir yem kimi atırlar ki, və buyurun parçalayın bu insanlar. Amma belə olmaz. Bu alimlər yaşlı başlı insanlar da əksəriyyəti və onların müəyyən qədər peşələrindən dolayı və Azərbaycan üçün müəyyən bir fəaliyyətləri olub, müəyyən bir əməkləri olub və elm adamlarını bugün bu qədər məsxərəyə çevirmək, bu qədər gülüş obyektinə çevirmək, elm adamlarını bu qədər ölkənin ictimai həyatından soyutmaq olmaz axı. Bu insanlar bir şəxsiyyət olmazdan əlavə, vətəndaş olmazdan əlavə, həm də adı üzərində elm insanlarıdır, alimlərdir. Kimsə yata bilər, içəri bəlkə çox isti olub, kresloları yumşaq olub. Bunlar normaldır da və normal deyil, bəli, normal deyirəm, normal deyil əslində. Təbii ki, yatmamalıdırlar onlar və iclas daha təbii olmalıdır. Süni şəkildə bir yazılmış bir mətn veriblər AMEA rəhbərinin əlinə və o da onu götürüb orada oxuyursa 2 saat, bilmirəm hansı tekstdə, təbii ki, biz o video görüntüləri izləməmişik, orada nə söhbət gedib və hansı söhbət əsnasında o alimlər kütləvi formada yatıblar, mən onu bilmirəm təbii ki. Amma ümumilikdə bu görüntü olaraq çox bərbad bir görüntüdür. Həm alimlərimizin orada yatması və yaxud da mürgüləməsi, həm də cəmiyyətin bunu bu formada lağlağa obyektinə çevirməsi, onları məsxərəyə qoyması, onları ələ salınması, onların belə geniş və total formada tənqid hədəfinə çevrilməsi bu cəmiyyətimizə heç də, ölkəmizə heç də nə başucalığı gətirmir, nə də ki, bundan sonra Azərbaycan elminin inkişafına hər hansısa bir töhfə vermir burada. Biz problemə səthi yanaşmalı deyilik, problemin kökünün doğurduğu nəticələri fokuslanmalı deyilik. Mən düşünürəm ki, biz problemin kökünə fokuslanmalıyıq. Biz bugün düşünməliyik ki, Azərbaycan alimi ümumiyyətlə niyə bu gündədir? Bəli, bu gündədir məhz. Niyə Azərbaycan alimi həm kasıb olmalıdır, niyə Azərbaycan alimi həm bütün günü onun düşüncəsi ailə məişət problemlərində, sosial problemdə, onun rifahında olmalıdır. Onun diqqəti bu problemlərdə olmamalıdır. Onun diqqəti təbii ki, onun işinə, peşəsinə olmalıdır. İndi ailə məişət problemləri ayrı, bu ən imkanlı bir milyonçunun da həyatında baş verən biləcək bir haldır. Amma rifah problemi, sosial problemlər təbii ki, alimlərin fəaliyyətinə təsir göstərir, həm də onların fəaliyyətini, müsbət mənada fəaliyyətini əngəlləyir.
Biz öncə onu düşünməliyik. Biz bir ortaq, normal bir Azərbaycanda Vətəndaş Cəmiyyəti İnstitutu olsaydı və şəffaf fəaliyyət göstərən vətəndaş cəmiyyəti nümayəndəliyi və yaxud da bir qeyri-hökumət təşkilatı olsun, lap hökumət yönlü. Amma heç olmasa bircə dəfə bir şəffaf bir ortaya iş qoysunlar ki, Azərbaycan universitetlərində ortalama maaş nə qədərdir, hansı elmi dərəcəyə məxsus insanlar nə qədər maaş alır və elmi dərəcəsi artan insanların maaşı nə qədər artır? Məsələn, bir dosent kimsə statusu alırsa, elmi dərəcəsini alırsa, onun maaşı nə qədər əlavə olunur? 100 manat, cəmi, 80 manat, cəmi. Gülünc deyil bu rəqəmlər. Təbii ki, gülüncdür. Bir universitetdə bir müəllim əgər 100 tələbənin, 150 tələbənin qarşısına çıxıb dərs deyirsə, onun maaşı niyə 750-800 manat olmalıdır? Onun maaşı minimum 2000-2500-dən başlamalıdır. Bəli, bu pafos deyil. Universitet tələbəsi hazırlayan müəllim avtomatik gələcəyə bir kadr hazırlayır. Məktəbdə potensial elm adamı hazırlayırlar, vətəndaş hazırlayırlar daha doğrusu. Amma elm ocağında, universitetdə tədris prosesi, universitetdə təhsil alan tələbə artıq potensial kadr deməkdir. Və potensial kadrı hazırlayan bir kadr isə 800 manat, 750 manat almalı deyil. Təbii ki, 750 manat alan bir müəllimin hazırladığı, gələcəyi yetişdirdiyi tələbə çox da, mən demək istəmirəm keyfiyyətli kadr olmayacaq. Təbii ki, istisnalar var, amma ümumi anlamda bəli, keyfiyyətli kadr yetişməyəcək. Həmin təhsil ocağında, həmin universitetdə və yaxud da ki, həmin ölkədə. Ona görə də bizdə problemin kökü bugün ümumiyyətlə alimlərimizin cəmiyyətdəki rolu, onların yeri, onların ümumiyyətlə rifaha bir özümüzə sual verməliyik. Amerikada çalışan insanların ortalama maaşı nə qədərdir, minimum nə qədərdir, maksimum nə qədərdir? Söhbət təbii ki, təkcə pulda getmir. Onların, alimlərin elmi fəaliyyətləri üçün, onların peşə fəaliyyəti üçün müəyyən azadlıqların da olması vacibdir. Əgər ölkədə ədəbiyyatşünaslıq olsun, tarixşünaslıq olsun, xüsusilə də tarixşünaslıq elmində müəyyən senzoraları varsa, ədəbiyyatşünaslıqda daha çox bu senzoralar var. Tarixşünaslıqda tarix elminin ümumiyyətlə araşdırılmasında, tarix kitablarının hazırlanmasında, bu haqda bir elmi məqalələrin çıxarılmasında müəyyən siyasi senzoralar varsa, biz hansı daha tarixi inkişafdan, tarix elminin inkişafından, Azərbaycanda tarixçi alimlərin inkişafından danışa bilərik. Təbii ki, danışa bilmərik. Çünki senzura olan bir yerdə, qadağalan olan bir yerdə ən böyük zərbə xalqdan daha öndə onun incə sənətinə, sənət adamlarına, alimlərinə, peşə insanlarına dəyir. Bəli, azadlıqların qarşısının alınması həm də elmi fəaliyyətlərin qarşısının alınması deməkdir. Ona görə də Azərbaycanda biz bugün bu alimləri qınayırıq, o müəyyən şəkillər yayılıb sosial şəbəkələrdə tənqid edirik. Təbii ki, mən demirəm tənqid etməyək, buna qarşı da deyiləm. Amma biz problemin kökünə baxmalıyıq. Biz səthi yanaşmalı deyilik məsələlərə. Və xüsusilə də əgər bu şəkillər elə hökumət yönlü media orqanları vasitəsilə, o saytlar vasitəsilə ictimaiyyətə sızdırılırsa, sızdırılmaq demək olmaz, açıq-aşkar paylaşıblar. Paylaşılırsa, demək burada alt niyyət var və bu alt niyyət başqa bir niyyətdir. Bugün mən bir qədər öncə hətta xəbər oxudum ki, AMEA-nın rəisət heyəti ləğv edilir. Və yəqin ki, orada da artıq mərkəzdən idarə etmə tətbiq olunacaq və bir nəfər və onun müavinləri sisteminə böyük ehtimal keçid olunacaq. Rəhbər heyət kim olacaq, bu ayrı mövzu. Yəqin ki, müavinlərindən bir və yaxud da bir neçəsi dövlətin müxtəlif qurumlarına bağlı və onların sadəcə göstərişləri ilə davranan insanlar olacaq və bununla da artıq Azərbaycanda AMEA onsuz əvvəl də işte elmi fəaliyyətdən daha çox ancaq siyasi bəyanatlarla Ramiz Mehdiyevin simasında siyasi bəyanatlarla yadda qalırdısa, bundan sonra artıq tamamilə bu az qala demək olar ki, aktlaşdırılıb və sənədli sübutlu bu fəaliyyət üzrə davam edəcək. Ona görə mən düşünürəm ki, bu işlərin sonunda həll yolu kimi ümumiyyətlə AMEA özünü mən düşünürəm buraxmalıdır bir dəfəmlik. Rəiyyət heyətinin ləğv olunması falanla bu iş düzələn deyil. Azərbaycanda elm artıq universitetlərə daşınmalıdır. Azərbaycanda elmi fəaliyyət universitetlərin nəzdində
həyata keçirilməlidir. Onsuz da Azərbaycanda Elm və Təhsil Nazirliyi var. Və Elm və Təhsil Nazirliyinin olduğu bir ölkədə Azərbaycan Milli Elmlər Akademiyası adlı bir quruma və dövlət qurumuna ikinci, yəni eyni sahə üzrə buna ehtiyac yoxdur. Bu ikili parçalanma müəyyən dövrlərdə müəyyən şəxslərə xidmət etməyə gətirib çıxaracaq və ona görə də bu AMİA birliyi özünü ləğv etməlidir və ora xərclənən maliyyə də universitetlərə yönəlməlidir. Universitetlərdə də elmi fəaliyyətlə məşğul olan insanların, dosentlərin, professorların və digər statuslu şəxslərin təbii ki, əmək haqlarına dövlət tərəfindən düzəliş verilməlidir. Baxmayaraq ki, bu universitet özəl universitetdir və yaxud da dövlət universitetdir. Müəyyən bir hədd tətbiq olunmalıdır, yəni minimum hədd və ancaq bundan sonra Azərbaycanda elm ancaq universitetlərə daşınandan sonra biz Azərbaycan elmində inkişafın şahidi ola bilərik deyə mən düşünürəm və Azərbaycan universitetlərinin də inkişaf etdiyini görə bilərik.